Ermənistanda 30 mart tarixində keçirilmiş bələdiyyə seçkiləri ölkənin daxili siyasi arxitekturasında struktur dəyişikliklərinə zəmin hazırladı. Xüsusilə Gümrüdə, yəni ölkənin strateji, tarixi əhəmiyyətli ikinci şəhərində baş verən elektoral dinamika, siyasi legitimlik, ictimai razılıq və siyasi hegemonluğu baxımından ciddi semantik yüklə xarakterizə olunurdu. Hakim Vətəndaş Müqaviləsi Partiyasının nominal qələbəsi bir növ Paşinyan hökuməti üçün pir qələbəsi fenomenini xatırlatdı. Ekspertlər düşünürlər ki, Gümrüdə əldə olunan qələbə daha geniş miqyaslı məğlubiyyətin xəbərçisidir. Baş nazir Nikol Paşinyan isə seçki nəticələrinə verdiyi ilkin reaksiyada bu vəziyyəti vətəndaşın azad seçimi kimi təqdim edərək demokratik legitimliyi ön plana çıxarmağa çalışdı. Onun Facebook üzərindən paylaşdığı xalqın iradəsi bizim üçün qanundur ritorikasının arxasında dərin reallıq gizlənir. Seçkinin nəticələri Paşinyan və onun siyasi kursu üçün post-inqilab dövrünün legitimlik böhranının başlanğıcı kimi yozulur. Siyasi tarixə simvolik yüklə daxil olan Gümrü 7 il əvvəl məxbəri inqilabın rəmzi olaraq Nikol tərəfdarlarının epicentrinə çevrilmişdi. Bugün isə Gümrü artıq həmin inqilabın nəticələrini və vədlərini sorğulamağa başlayıb. Gümrünün həm simvolik, həm də strateji mövqeyi seçkinin təkcə lokal siyasi proses kimi yox, eyni zamanda Ermənistanın geosiyasi və daxili sabitlik baxımından kritik sınaq nöqtəsi kimi səciyyələndirir. Rusiyanın 102-ci hərbi bazası Gümrünü Moskva üçün yalnız hərbi deyil, siyasi təsir vasitəsi kimi də önə çıxarır. Belə bir ərazidə Paşinyanın rəhbərlik etdiyi Vətəndaş Müqaviləsinin zəif nəticə göstərməsi Ermənistan hakimiyyətinin daxili və xarici siyasətdə stabil dayaqlar formalaşdıra bilmədiyini ortaya qoyur.